Müddəa və fakt tipli suallarda çətinlik çəkirsənsə, bu video sənin üçündür. Mən bu videoda müddəa və faktı sadə bir izahla başa salmağa çalışacağam. Ümid edirəm ki, videom faydalı olar. Müddəa nədir, fakt nədir? Əvvəlcə sözlərin mənasına baxaq. Müddəa iddia deməkdir, irəli sürülən fikir. Fakt isə bəzi kitablarda arqument kimi verilir. Dəlil, həmin fikri sübut edən əsas məlumat deməkdir. Yəni, müddəada irəli sürülən fikri faktlarla sübut edirik. Mətn əsasında, mətndən gətirərək. Müddəanı sadə dildə belə başa düşə bilərik. Hamımızın haqqında müəyyən iddialar irəli sürürlər, müəyyən fikirlər deyirlər. Bu fikirlərin bəziləri əsaslı olur, bəziləri əsassız olur. Əsaslı o deməkdir ki, yəni ki, fakt var, dəqiq məlumata əsasən deyirik ki, hə, bu düz iddiadır. Bəzilərini isə əsassız olur, yəni ki, elə bir şey yoxdur, sübut da eləyə bilmirlər. Buna da deyilir əsassız iddia. Belə deyək də, iki qonşu tutaq ki, söhbət eləyir, qonşunun biri digərinə deyir ki, iddia eləyirəm ki, sənin uşağın məktəbdə nadinclik eləyir və dərslərində oxumur. Belə bir fikir irəli sürdü. Qonşu da bu fikri düz olub olmadığını bilmək üçün, yəni ki, bu faktdır, yoxsa yalan məlumatdır bilmək üçün məktəbə gedir. Gəlir, görür ki, həqiqətən də onun uşağı nadinclik eləyir, yoldaşlarını incidir, müəllimin verdiyi tapşırıqları yerinə yetirmir, suallara cavab vermir və s. Həmin o digər qonşunun irəli sürdüyü fikir var idi. Bunlar həqiqətən də faktlarla sübut olundu. Bizə də lazımdır ki, biz bir fikir irəli sürək və mətndə onu faktlarla əsaslandıra bilək. Və yaxud hər hansısa bir fikir irəli sürülübsə, mətndə ona uyğun fakt var, yoxsa yox, bunu tapaq. Əvvəla onu bilmək lazımdır ki, müddəa mətndə olmur, müddəanı özümüz mətndə olan faktlara əsasən müəyyənləşdiririk. Yəni, müddəa mətndə olmur. Biz onu özümüz çıxardırıq. Biz onu elə bir ki, özümüzdən uydururuq. Amma mətndə fakt var da, əsaslı müddəadır. Bizimki, biz elə bir ki, mətnlər üzərində işləyəndə əsaslı müddəalar üzərində işləyirik. Burada kiçik bir, sadə bir nümunə yazmışam. Sadə dillə başa düşsək, mətn üzərində işləyəndə də daha rahat olar bizim üçün. Fakt. Aytac bütün fənlərdən 5 qiymət alır. Aytac məktəbdə bütün tədbirlərdə fəal iştirak edir. Bütün fənlərdən 5 qiymət alırsa, deməli bu Azərbaycan dilin, riyaziyyatı, ingilis dilin və yaxud digər fənləri yaxşı oxuyur. Hamısını yaxşı oxuyur. Bir də tədbirlərdə fəal iştirak eləyirsə, məsələn, tutaq ki, 20 yanvarla bağlı bir tədbir varsa, orada şiir deyirsə, deməli bu uşaq həm də şiir öyrənə bilir, yaxşı şiir demə qabiliyyəti var və yaxud aparıcılıq eləyir və s. Biz bu faktlara əsasən necə bir iddia irəli sürə bilərik? Belə bir iddia irəli sürə bilərik ki, tutaq ki, bizim bu təbii ki, mətndən götürülməyib, bu sadə bir nümunə üçün yazdığım bir şeydir, amma tutaq ki, belə bir mətn verilib, həqiqətən də orada belə bir şagirddən bəhs eləyirsə, biz burada belə bir iddia irəli sürə bilərik. İddia, müddəa, Aytac çox çalışqan şagirddir. Bu qədər. Yəni, müddəa və fakt tipli suallarda bu sadə bir, belə deyək, mexanizmi tutandan sonra daha rahat işləyə bilirik. Amma elə olur ki, bəzən müddəa verilir, faktları soruşur bizdən. Elə də olur ki, müddəa verilir, fakt verilir, ikinci faktı soruşur. Yəni, onlarda da diqqətli olmaq lazımdır.